Dağlara sığmayan şöhretin var, şanın var. Kahramanlar içinde neçe kahramanın var. Kahramanlar içinde neçe kahramanın var. Savaşıram Babəkəm, Nəbiyəm Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Savaşıram Babəkəm, Nəbiyəm Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Bu dəfə Kəndəgəl sevilən xanəndə, müğənni, 40 il pedaqoji təcrübəsi olan Nizami Kəlbəcərli ilə görüşə yollandı. Kəlbəcərli xatirələr dilə gəldi. Təsirli anlar, itkilər, acılar, həsrət və sənətkar ömrü. Bir zaman səhnələri bəzəyən sənətkarı niyə yada salmırlar? Biz Kəndəgəl olaraq 60 illik jubileyi ərəfəsində onunla həmsöhbət olub, ötən illərə bir baxış etdik. Mən günəş nəfəsliyəm, təbiətim belədir, toy bayram həvəsliyəm. 1966-cı il 24 fevral Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşam. 1974-cü ildə ilk məktəbə qədəm qoymuşam, 1-ci sinifə. 1984-cü ildə yaxşı qiymətlərlə məktəbə başa vurmuşam. Həmin ili əskəriyə getmişəm, qəbul olmuşam, sonra da əskəriyə getmişəm və əskəriyimi 2 il Moskvada xidmətimi başa vurduqdan sonra tələbəli illərim olub 5 il və ondan sonra da təyinat alıb 1-6 il Ağdamda yaşadım, orada musiqi fəaliyyətini göstərdim. Mənim demək olar ki, 1966-cı illə 1984-cü il 18 yaşına qədər uşaqlığım, məktəbli illərim Zülfüqarlı kəndindən keçib. O kənddə mənim çox böyük yatmış xatirələrim var, acılı, şirinli, gözəl uşaqlıq illərimin əziz xatirələri var. Və mən ilk bu musiqi sənətində deyərdim ki, elə mənim aparaturamda Exomdo Kəlbəcərin o füsunkar dağları, meşələri, dərələri olubdu. Orada bu sənətə çox böyük həvəsim olubdu. Və quzu otarardım, qoyun otarardım. Mahnılar yazardım, orada özüm üçün oxuyardım, zümzümə eləyərdim. Və günü bu günə kimi də o əziz xatirələr mənim yadımdan heç vaxt çıxmır. Və ondan sonra mənim əskəri illərim, tələbəli illərim oldu və ömrümün bir 6 ilini də Ağdamda, yəni musiqi fəaliyyətimi davam elətdirdim. Mən də könüllü olaraq Vətən harayına mikrofon atdım, yəni qoşuldum bu könüllü olaraq. Xocalı faciəsinin iştirakçısı oldum. Qarabağın bir çox kəndlərində, şəhərlərində ağır günlərimiz keçdi. Və mənim doğulduğum, eyni zamanda gənclik illərim keçən Ağdam və Kəlbəcərim də işğala məruz qaldı və o işğalda o dərdi yaşamaq çox ağır idi. Çünki çox böyük xatirələrim qalmışdı mənim o kənddə, uşaqlıq xatirələrim və eyni zamanda danışdıqca adam qəhərlənir. Yəni el-oba kom idi, yerində idi, məzarlarımız qaldı.
ana yurdu. Bu çamanlarda gezir Vakif'in şuh gözeli. Bu çamanlarda gezir Vakif'in şuh gözeli. Ruhunu buradan alır Natavan'ın gözeli. Ruhunu buradan alır Natavan'ın gözeli. Anadır arzulara her zaman Qarabağ. Danışan bir dodağın tarih aman Qarabağ. Qarabağdan Qarabağ ana yurdu. Anadır arzulara her zaman Qarabağ. Danışan bir dodağın tarih aman Qarabağ. Qarabağdan Qarabağ ana yurdu. Qarabağdan Qarabağ ana yurdu. Qarabağdan Qarabağ ana yurdu. Qarabağdan Qarabağ ana yurdu. Sevilən sənətkarımız, Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədovanın təbrikini dinləyək. Nizami qardaşımızı mən ürəkdən təbrik edirəm. 60 yaş, 60 illik yubileyiniz mübarək olsun. Siz gözəl dostsuz, gözəl insansız, səmimi bir insansız, musiqi sevər, kövrək, mülayim. Qardaşım Ataşla da dostsuz bilirəm. Ailəmizdə sizə hörmətimiz var və mən arzu eləyirəm ki, ənümdə sağlığınız möhkəm olsun. Həyat hər zaman üzə gülsün. Bundan belə nə muradınız, arzu istəyiniz var, çin olsun. Yaşınız üstə yaş gəldincə həyatınız daha da gözəlləşsin. Sənətinizdə uğurlar, həyatınızda uğurlar arzu eləyirəm və hər zaman gözləriniz, simanız sevincli olsun. İnsanlara baxışınız gözəldir, həyatınız da gözəl olsun. Nizami müəllimin mən biraz da istərdim ki, yəni musiqiyə olan sevgisi, musiqi sevər, musiqinin özünü də gözəl bilməsi və bir çox yetirmələri də var ki, həm burada Azərbaycanda, həm də Otay Azərbaycanımızda daim bu birliyi yaradaraq Azərbaycan muğamlarını Otay Azərbaycanlılarımıza da öyrədir. Mən dəfələrlə bunun şahidi olmuşam. Gözəl dostluq əlaqələrini hər zaman uca tutur və çox mehriban, çox səmimi insan olduğu kimi musiqidə, müəllim kimi fəaliyyətində də çox rahat şəkildə musiqini ötürmək bacarığı var. Mən onu deyə bilərəm ki, özü öz aləmində musiqisiz qala bilməyən bir insan kimi daim ürəyə qəlbi musiqi ilə döyünür və belə bir çox harda istedad görür, hansı bir uzaq kənddə, rayonda, yəni kimliyindən asılı olmayaraq dağda, dərədə bir istedad tapan kimi həmişə çəkir mənə, oxutdurur, göndərir ki, Gülyanaq bacım, bir buna qulaq as, gör, bu nə gözəl bir səsdir. Buna bir dəstək olsaq mı necə olar? Yəni bunun özü də, onun bu qədər diqqəti, qayğısı musiqimizə, mədəniyyətimizə xidməti deməkdir. Və onun inkişafı üçün, istedadların üzə çıxması üçün onun çalışması və əməyi, zəhməti deməkdir. Mən ona görə də Nizami qardaşımıza yenə də çox sağ ol deyirəm. Və sağ olsun ki, o da musiqimizin inkişafında öz əməyini əsirgəmir. Allah sizi qorusun, təbrik edirəm. Bir daha yubileyiniz mübarək olsun Nizami müəllim, Nizami qardaşım. Mənim də bir 9 ayın gəlini olan gənc bacımın məzarı qalmışdı orada. Atanam o dərdə dözə bilmədi. Demək olar hər gün dözə bilmirdilər. Dəniz kimi sakitləşib susmağınla könlüm bir anılar sənsiz, dünyam talan olar sənsiz. Bir gün geçsən mən neylərəm, qəlbim necə dözər sənsiz. Könlüm bir anılar sənsiz,
dözer sensiz. Könlüm viran olar sensiz, dünyam talan olar sensiz. Bir gün gitsen ben nelerəm, kalbim nece dözer sensiz. Bizim ürəyimizdə böyük bir acı, vətən həsrəti, doğmalarımızın məzarı qalmışdı. Yəni çox ağır dərd idi. Yəni bunu xatırladıqca, yəni mən sanki o günlərə qayıdıram. Mən o illərdə oxuyanda demək olar ki, mənim oxuduğum bunu tamaşaçı hiss eləmirdi. Mənim sanki daxilə bir göz yaşlarım ürəyim axırdı, içim axırdı. Daxilimdə böyük bir kədər yükünün altında eyni zamanda mən bu sənətə də paralel daşıdım. Fəaliyyətimdə böyük ustadlar gördüm. Allah qəni-qəni rəhmət eləsin. Mənim üzərimdə rəhmətli Şahmalı Kürdoğlu'nun və sonra da Məmməd Bağır Bağırzadənin ruhu qarşısında baş əyirəm. Böyük əziyyətləri, zəhmətləri oldu. Onlardan bu muğamın, xalq musiqimizin sirlərinə yiyələndim və özüm də artıq illərdir ki, 30 ildən çoxdur ki, bir çox tələbələr yetişdirirəm. Məsələn, mənim bir tələbəm Almaniyadadır. Çox dəyərli bir xanım, çox düzdür, gec başladı oxumağa, marağı musiqi içində idi. Amma ölkədən qıraqda çox layiqincə, ədəb ərkanı ilə milli dəyərlərimizə, milli musiqimizin yəni sirlərini öyrənməyə maraqlıdır. Mən ilk öncə Natəvan xanım, uzaq Almaniyadan müəllimim Nizami Kəlbəcərlini salamlayıram. Nizami müəllim neçə tələbələr yetişdirib. İfaçılıq sənətinə gec başlasam da onların içində mən də varam. Bugün də öz əməyini üzərimdən əsirgəmir. Nizami müəllim, Allah sizə uzun ömür, can sağlığı versin. Yasəmənlər açanda, bülbül bağa uçanda, Yasəmənlər açanda, bülbül bağa uçanda, oxuyanda nəğməmi xatırlayarsan mənim, oxuyanda nəğməmi xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Arzular çox, ömür az, mən olmayanda bir yaz. Arzular çox, ömür az, mən olmayanda bir yaz. Dolananda gülşəni xatırlayarsan mənim, dolananda gülşənin xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni, xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Və eyni zamanda yenə də Azərbaycanın özündə də tələbələrim var, qazi tələbələrim də var, vətən harayına gediblər, sağ olsunlar. Belə gəldik, 60'ı haqladıq, acılı şirinli xatirələrlə. Amma o vətən itkisində mən çox, yəni necə deyim, elə bir hallara keçirirdim ki, gecələr rüyalarımda, gündüzlər xəyallarımdan bir an getməyən, gənclik illərim keçən, gözəl xatirələrim keçən Qarabağı bir an unuda bilmirdik. Allah Müzəffər Ali Başkomandanımızı qorusun, Müzəffər ordumuzu qorusun, qazilərimizə şəfalar versin, şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin ki, biz qalan nəsillərin arzusu ürəyində qalmadı və 30 ildə, 32 ildə dünyanın həll eləyə bilmədiyi bir məsələni Azərbaycan oğulları Ali Başkomanda 44 gündə həll elədi və biz sevincimizə qoşulduq.
vətənimizin də göz aydın olsun ki, bu gün artıq Azərbaycanımızın bütövdür, eləcə də mənim ürəyim də bütövdür artıq. Gelin adetme böyle sevimli dilberim. Gelin adetme böyle sevimli dilberim. Yollarını gözleyir intizar gözlerim. Gel gel Qadam belam ben alım yar. Sensiz gülmez eşkim amalım yar. Gel ya da salma biri ben ey vefadar olup geçenleri her nedir. Kalbine değmişem yar, bilirem yar, bilirem her günah mendedir. Bilirem her günah mendedir. Kalbim, eşkim, yar yine sendedir. Kalbim, gözüm, yar yine sendedir. Laylasını dinle gel suların sevgilim. Laylasını dinle gel suların sevgilim. Seyrine birge çıkak baharın sevgilim. Gel gel Qadam belam ben alım yar. Sensiz gülmez eşkim amalım yar. Gel ya da salma biri ben ey vefadar olup geçenleri her nedir. Kalbine değmişem yar, bilirem yar, bilirem her günah mendedir. Bilirem her günah mendedir. Kalbim, eşkim, yar yine sendedir. Kalbim, gözüm, yar yine sendedir. Gel gel Qadam belam ben alım yar. Sensiz gülmez eşkim amalım yar. Əməkdar artist, dəyərli sənətkarımız Firuzə İbadova da öz təbrikini ünvanladı. Çox hörmətli Nizami bəy Kəlbəcərli, sizi yubiley münasibətilə təbrik eləyirəm. Sizə uzun ömür, can sağlığı və sənət uğurları arzu edirəm.
Nizami bəyi biz çoxdan tanıyırıq. 40 ilə yaxındır ki, dostumuz, əzizimiz olan bir insandır, sənətkardır. Nizami Kəlbəcərli uzun zaman Zəminkarı ansamblinə rəhbərlik edib. Bu musiqi ansambli ilə həm ölkəmizdə, həm də ölkəmizdən kənarda, xarici dövlətlərdə Azərbaycan musiqisini çox layiqincə təmsil edib və 40-dan çox xanəndələr yetişdirib. Bu bizi çox sevindirir. Mən Nizami bəyi çox istəyirəm. Ona görə ki, bizim Azərbaycan musiqisini çox ləyaqətlə, çox məğrurluqla qoruyur və tələbələrini yetişdirir. Ona görə də sizə bu yolda uğurlar, can sağlığı, uzun ömür və yeni yaşınız ildən ilə sizə sağlamlıq gətirsin və həmişə yaşayın, yaradın. Çünki Nizami bəy kimi insanlar, şəxsiyyətlər bizim Azərbaycan musiqi mədəniyyətinə çox gərəkdilər, çox lazımdılar. Nizami bəy, əziz qardaşım, sizi təbrik edirəm. Çox yaşayın, yaradın. Azərbaycan övladı. Bir arzum var idi ki, gedəm o ata yurdumu görüm, o gəncliyim keçən yurdu və ən birinci başlıca illər keçdi, torpağımız işğaldan azad olanda mən ilk o Kəlbəcəri kəndi ziyarət edənlərdən oldum və evimiz kəndin girişində olmağına baxmayaraq mən evə baxmadım, dönmədən birbaşa qəbirstanlığa getdim. İlk qədəm qoyduğum yer. Çox acı bir mənzərə ilə rastlaşdım orada. Deməli, o boyda yolları getdik, çətinliklə də olsa qəbirstanlığın yaxınına çatırsan, təsəvvürünü götür. Baxırsan, orada elə bir vandallıq, elə bir əcaib vəziyyət yaranıb ki, sən 10 addımlıqda dayanırsan, yol tapırsan keçməyə. İndi şükür, getmək, gəlmək biraz asadlaşıb. Abadlıq işləri aparmışıq. Bu yay orada oldum. Böyük bir kəndimizin adamlarının köməyi ilə, dəstəyimizlə gözəl abadlıq apardıq o qəbirstanlıqda. Çox şükür. Biraz rahatlandıq. Amma mən o vaxtı gedəndə elə bir vəziyyət idi ki, çox ağır bir zülümlər yaşadı. Ona görə bu şəhidlərin haqqı danılmazdı. Biz bunları unutmamalıyıq ki, bizi bax bu xəyallarımızda olan acı gerçəklərimiz, həsrətində olduğumuz ki, bax belə nüanslara ki, toxunuram, bizi onlarla qovuşdurdu bu şəhidlərimiz. Və mən getdim, yəni orada o gəlin bacımın ona şükür elədim ki, hər bir yerə dağılıbsa da məzarı ən azı qazılmayıb. Orada çox qazılmış, dağılmış, yeri talan edilmiş. İndi nəyəsə görə düşünüblər, qızıl olar, nə olar, qəbirləri dağıtmışlar. Mən təskinliyim oldu ki, bacımın qəbri heç olmasa salamat qalmışdı. Yəni mənim dilimdə nəğmələr olubsa da, toy məclisi olsun, hansısa konsertdə onu xalqa bir üzə verməmişəm. İnanın ki, o daxilən mənim göz yaşlarım mənim içərimə süzülübdür həmişə. Şux toxumuşamsa, nə eləmişəm? İçimdə həmişə böyük bir həsrət gəzdirmişəm. Amma artıq 2020-ci il, belə də 25 noyabrdan Kəlbəcərin o həsrətinə də son qoyulub, bütün Qarabağımız azad olub. Mənim gəncliyim keçən Şuşanı, Xan kəndini, Ağdamı, Kəlbəcəri, Qarabağın demək olar, hər bir işğaldan azad olan yerlərin qarış-qarış kəzdim və əhd elədim. Dizin-dizin sürünüb o torpaqları mən öpdüm də öncə. Bu günümüzə çox şükür. Bu Qarabağın acılı günlərində mən də bir vətən oğlu olaraq öz qardaşım ilk kadrov ofser, yəni o vaxt Xocalı faciəsini gördü, vətən harayına gəldi. 2 qardaşım komandir, mən özüm, digər qardaşım və 3 bacım oğlu da, yəni ailəlikcə vətən torpaqlarının müdafiəsində olmuşuq. Hərəmiz öz sahəmizdə, ikisi biri zabit olub, biri də kəşfiyyat komandiri olubdu. Yəni böyük bu vətənin yanı deyək, bir vətən oğlu kimi müqəddəs borcumuz bilib və o müqəddəs yurtları çalışmışıq ki, düşməndən müdafiə eləyək. Bildiyiniz kimi onda da Rus-Erməni birləşmələrinin gücü qarşısında biz də təzə müstəqil olmuşduq. Amma insanların ürəyi çox belə qorxmaz idi. Çox mətin oğullar gördüm ki, inanın ki, oğullar gördüm ki, bir tərəfi gedirdi yenə vətən harayına. Mən də yəni qatıldım. Nə ağır, mən özüm də ağır zədələrim var, yaralarım oldu. 5 dəfə bu vaxta qədər, yəni üst-üstə toplamda əməliyyat olmuşam. Onun bir dənəsində də demək olar klinik ölüm keçirmişdim. 1993-cü ildə əməliyyatların birində
Mən həqiqətən klinik ölüm keçirdim. Günü bu günə qədər də, yəni hər an o mənzərə belə mənim beynimdən, göz önlərimdən getmir. Klinik ölüm sən demək keçirmişəm. Mən deməli əməliyyat vaxtı sanki elə bir yerdə idim ki, orada bütün hər yeri bəmbəyaz, ağaclar da yaşıl, belə ağ, bəmbəyaz. Elə bir vəziyyətə düşdüm ki, orada doğrudan sanki bir ağ əllər gəlirdi. Məni hardasa dartırdı, buraxırdı, yenə düşürdüm o buludların içinə. O dünya bir boğulma, qəribə bir hallar yaşayırdım. Amma cəhd elirdim ki, oradan qurtarım, xilas olum, çırpınırdım. Çox qəribədir. Belə bir mənzərə oldu. Elə bir sanki belə çönürəm, baxıram, çevriləm. Metronun içi kimi belə tunelləri açıldı. O tunellər get-gedə o qədər yavaş-yavaş oldu, buz, gömgöy buz. İndi yollar sürətli gedir və bir də görürəm bir səs gəlir. Allah rəhmət eləsin. Əhsən Dadaşovun, Bəxtiyar Vahabzadənin sözlərinin bir mahnı var. Bunu İslam müəllim də gözəl oxuyur. Aybəniz xanım oxuyur burada. Nəsə onun səsi ara sıra gəlir qulağıma. O hələ də yadımdan çıxmır. Biri sənsən, biri mən mahnısı gedir. Bu Aybəniz xanım əlini uzadır. Bir-iki dəfə cəhd eləyirəm, tutam, əlindən qırılam, yenə düşürəm qarnın içinə. Bir-iki dəfə belə axır ki, tutur məni. O mahnının sədaları ilə çıxdım və nəhayət ondan sonra ayıldım, gördüm ki, yox, başqa bir dünyadayım. Bir sözlə mən ölümü görüb qayıtmışam. Mən ölümün gözünə dik baxmışam. Bir bulağın iki gözü, biri sensen, sensen, biri ben yar. Boşa sevmeyi titremesi, biri sensen, biri ben yar. Bir perdenin iki sesi, biri sensen, Küçələrə su səpmişəm, küçələrə su səpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Aramızda söz olmasın, aramızda söz olmasın. Samavarı alıştırın, samavarı alıştırın. Maşa verin, karıştırın, maşa verin, karıştırın. Yarım benden küsüp gedir, yarım benden küsüp gedir. Onu mənlə barıştırın, onu mənlə barıştırın, barıştırın. Vətənimin seyrinə çağırıram elləri, vətənimin seyrinə çağırıram elləri. Hörmət görmək istəyən Azərbaycana gəlsin, gəlsin. Bəzənib başdan başa, ay, 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 ay.
Bəzənib başdan başa şəhərləri, kəndləri, Qarabağı cənnət görmək istəyən Azərbaycana gəlsin. Yaraydan yaman Ən böyük arzum ömür vəf elədi, vətəni işğaldan azad gördüm. 2 dəfə getdim, ziyarət elədim və ilk gedəndə mənim ürəyimdə bu 30 ildə ən böyük bir arzu var idi ki, yəni orada bizdə məhəlləmizdə hətta bir meşarmı da olurdu. Bax ilin bu vaxtları o qədər onun gözəl bir ətri olurdu, qoxusu. Mən bu 30 ildə axtarıram, hələ də axtarıram. Yəni onu Azərbaycanın çox şəhər və rayonlarında gəzdim, axtardım. Onun xüsusi bir dadı vardı. Mənə elə gəlirdi ki, yəni ölsəm o məni dirildər. Qeyri-adi, qəribə bir hissdir. O bizim Kəlbəcərdə ona meşarmıdı deyirdik. O bizim məhəllədə o qədər çox idi. Mən bu il getdim ki, onu erməni elə qırıb ki, nişanəsi yalmayıb. Bir yerdə tapdım qonşumuzun məhəlləsində və o qədər özümə əziz idi ki, onu mən ondan yığdım, gətirdim nə qədər və əlim çatan, telefon nömrəsi olan hər bir Zülfüqarlı, hər bir tanıdığım insanlara sanki bir eysan kimi turş su, bir stəkan, bir dənə armud, sanki hər kəs datsın deyə. Çünki mənim o qədər o arzumdaydı. Ümumiyyətlə Kəlbəcərdə elə bir möcüzəvi bitkilər var idi ki, çox yerlərdə rast gəlmirəm. Onun dadı, tamı danışıram bu dəqiqədə. Yəni onun qoxusu, dadı gəlir dilimə, burnuma. Belə bir vəsiyyət eləyirəm ki, deyirəm hətta ömür fanidir da, yalanan bir gün gedəcək. O qədər o erməni məni həsrət qoydu ki, dedim ki, öləndə özüm görməsəm belə, həm o meşarmudu da sürfəd olsun, ondan da ehsan olsun. Yəni adam danışır, qəhərlənir. İndi amma ömür vəfa eləsə, orada yaşamaq qismətim olarsa, o bağı yenidən salaram, bərpa eləyərəm. Yox, ömür vəf eləməzsə, bax o meşarmudunun qoxusu, bir də anamın kirkirədə qovut deyirik, bilmirəm indi, onu tamaşaçılar bilər. Onun iyi burnumdaydı, bizim bir qohum əmi qızım mənim bu söhbətimi eşitmişdi və o Kəlbəcərdən gələndə o mənim üçün onu Yevlanaran qəsəbəsində hazırladı və yolda onu mənə çatdırdı, göndərdi. Dedi, bu o arzum da yerinə yetdi. Nəysə o armud məsələsi də 2021-in avqust ayının 7-sində 28 ildən sonra o arzum da qəbul oldu. Armud da yedim. Mənim bir arzum var ki, inşallah kəndimizə dönüm. Bu arzuladığım xəyallarımda, gecələr yuxularımda olan bu dediyim bu qovudu da, elə armudu da, elə o gözəl bağ-bağatı da yenidən orada bərpa eləyim. Yenidən onlar öz sürfəmizdə olsun. Yenidən mənim o xəyallarım artıq xəyal yox, real olsun. Mən kənd həyatına çox bağlıyam. Həyatım elə gətirib şəhər həyatında yaşasam belə, daxilən indinin özündə də kəndə çox bağlıyam. Təbii yaşamı çox sevirəm, kənd həyatını çox sevirəm. Ona görə də Allahdan bir dənə özümə inşallah möhlət arzulayıram ki, qalan ömrümü ömür vəf eləsin. Doğma kənddə keçirim. Bu danışdığım arzularımı real qovuşum. Gözlərəm yolundan axşam çağı, çəkmə gəl sinəmə sən icran dağı. Gözlərəm yolundan axşam çağı, çəkmə gəl sinəmə sən icran dağı. Qadan mən alım gəl gəl, başına dolanım tez gəl. Qadan mən alım gəl gəl, başına dolanım tez gəl. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm sənin. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm sənin. Özünə qurbanam yar, sözünə qurbanam yar.
başına mən dönüm dur gel. Qadan mən alım gel gel, başına mən dönüm tez gel. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm səni. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm səni. Yaşaya bilmərəm mən səndən ayrı, gün necə yaşasın çəməndən ayrı. Yaşaya bilmərəm mən səndən ayrı, gün necə yaşasın çəməndən ayrı. Qadan mən alım gəl gəl, başına mən dönüm dur gəl. Qadan mən alım gəl gəl, başına mən dönüm tez gəl. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm səni. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm səni. Özünə qurbanam yar, sözünə qurbanam yar. Özünə qurbanam yar, sözünə qurbanam yar. Qadan mən alım gəl gəl, başına mən dönüm tez gəl. Qadan mən alım gəl gəl, başına mən dönüm dur gəl. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm səni. Qadan mən alım başına dönüm, qadan alım başına mən dönüm